Salam əzizlər, bir daha deməli mən sizin tarix və coğrafiya müəllimimiz Tural Hoca bundan əvvəlki videomuzu çəkmişdik. İmtahana bir gün qalır və mən nə etməliyəm? İmtahana bir gün qalırla bağlı videomuzu artıq kanalımıza yükləyib izləyə bilərsiniz. İndi isə biz imtahanda nə etməliyəm? Sabah imtahandır və biz baxırıq ki, sabah imtahana artıq girib çatmışıq. Çünki birinci videonu izləmişsinizsə, imtahana çatmışıq və biz imtahandayıq. Artıq gəlmişik, oturmuşuq yerimizdə. Neyinirik? Test gəlir qoyulur qarşımıza. Neyniyəcəyik? Yəqin ki, indiyə qədər fərqli yenə də deyirəm, suallar və yaxud sınaqlar, yaxud nə bilim, imtahanlara girmişsiniz. Ən misalda buraxışa girmişsiniz. Və siz ən azından 9-cu sinifdə də bunu 11-ci sinifdə də etmişsiniz. Ən azından 2 imtahana girmişsiniz. İmtahanda necə davranmaq lazım olduğunu, cavabları necə köçürmək lazım olduğundan bağlı müəyyən qədər təcrübəniz var. Sabah da imtahanda o suallar sizin qarşınıza qoyulacaq. Deməli, 2-ci və 3-cü qruplar üzrə gəlin baxaq hansı fənlər belə deyək də olacaq. 2-ci qrup üzrə tarixdir, coğrafiyadır və riyaziyyatdır. 3-cü qrup üzrə isə indi yəqin ki, savabları çox güman ki, əksəriyyətiniz DT üzrə gedirsiniz. Tarix, ədəbiyyat və Azərbaycan dili. Ola bilər ki, yalnız TC üzrə seçənlər sabahları orada belə deyək də tarix, Azərbaycan dili və coğrafiya imtahanı verəcəklər. TC üzrə DT və TC üzrə seçənlər isə sabahları ədəbiyyatı verib, 7 iyunda isə coğrafiyanı verəcəklər. Bildiyim qədər elə olmalıdır. Deməli, sabahları coğrafiyadan, məsələn, tarixdən və riyaziyyatdan girən 2-ci qrup abituriyentləri baxmalıdır vəziyyətə, nədən başlayıb, nədə bitirəcəklər. İlk öncə onu deyək ki, belə deyim də, məsələn, bir coğrafiya müəllimi olaraq, yaxud bir tarix müəllimi olaraq və yaxud bir riyaziyyat müəllimi olaraq bütün müəllimlər uşaqlara dediyi, əksərən də, bütün deməyək, əksərən dediyi, mənim fənimdən başla, bu fəndən başla, bu fəndə daha çox vaxt ayır və yaxud bu fənni, məsələn, birinci yaz, belə yanaşmalar var bəzi müəllimlər arasında. Amma düşünürəm ki, burada müəllimlər buna qərar verməli deyil, şagird özü qərar verməlidir. Yaxşı olar ki, ən yaxşı bildiyi bir fəndən başlasın şagird. Məsələn, belə deyim də, bir şagirdə gəlməsən ki, tarixi yaxşı bilirsən, mümkündür ki, tarixdən daha belə deyə də çox suala cavab verəcək və tarixdən başlasa daha yaxşı olar. Tarixdən başlayıb da, məsələn ki, elə bir sualın üzərində ilişib qalmaq lazım deyil. Bəs necə eləyək bunu? İlk öncə baxırıq suallara, məsələn ki, yaza bilirəmsə başlayıb yazıram və yaxud sualı məsələn ki, biraz oxudum, başa düşmədimsə o sualın üzərində çox qalmıram. Sonra sadəcə sual işarəsi qoyub keçirəm və yaxud dairələyib keçirəm növbəti suala. Çünki aşağı-yuxarı hər bir suala ayrılmış vaxt məhduddur. Yəni siz əgər bir suala bir neçə dəqiqə vaxt ayırsa, bu məntiqlə sonluqda sizin ümumi vaxtınızın belə deyək, çatışmamasına gətirib çıxaracaq. Ona görə də nə etmək lazımdır? Hər bir sualın öz haqqını vermək lazımdır. Burada bir məqam da var. Bir sual üçün tələsmək də lazım deyil. Mən bəzən şagirdlərimiz arasında görürəm. Məsələn ki, biz timer qoyuruq. Arxada gördüyünüz ekranda, məsələn, şagirdlər yazan zaman timeri görürlər və baxırsan ki, məsələn, 10 dəqiqə, 12 dəqiqə sınağı bitirirlər. Hansı ki, o uşaqların bəlkə də potensialı 30-a 30-dur, məsələn, tarix fənnindən, amma baxırsan ki, o uşaq 2 dənə səhv edir və bu səhvi niyə elədiyinə baxdıqda diqqət edib də görür ki, çox asan sualı səhv yazır və düşünməyib ki, bu sualı səhv yaza bilər. Səhv edib, keçib, niyə? Çünki asan sualdır və dərhal da yazır, sualı diqqətlə oxumur. Sual sonluqlarına mütləq şəkildə diqqət edin, diqqətli olun, belə deyək də, məsələn, ki, cümlə belə qurula bilir. Məsələn, mən bəzən özüm də bu mövzuda, bu suallarda saçmışam. Məsələn, deyək ki, paytaxtı Həmədandan köçürmüşdür. Həmədandan köçürmüşdür, danı oxuluruq, elə deyirik ki, məsələn, Məhəmməd Cahan Pəhləvan paytaxtı 1175-ci ildə Həmədana köçürmüşdür. Bu fikri biz orada qəbul edirik, amma orada cümlədə bu fikir çıxmır da, orada Həmədandan köçürmüşdür. Amma biz tələsdiyimizə görə nə edirik? Orada onu tam oxumuruq və onu düz götürürük və bunu düz götürdüyümüzü, əmin olduğumuzu düşünərək bir daha o suala baxmırıq. Bəlkə də baxsaq o sualın səhv yazıldığını, məsələn, bir yarım saat sonra, 20 dəqiqə sonra görə bilərik. Amma baxmırıq, çünki əmindir ki, o sual asan sual idi, mən o sualını yazmışam. Və o sualın üzərindən keçib gedən zaman biz nə görürük? Sabah cavablar çıxanda, yaxud gəlib evdə cavabları yoxlayanda baxırsan ki, suala səhv yazmışsan. Diqqətli olmaq lazımdır. Mütləq şəkildə sualdan nə istədiyini elə sualın qarşısında yazırsınız. Məsələn, bu sual məndən nə istəyir? Doğruluğunu istəyir, yanlışını istəyir, uyğunluğunu istəyir, uyğunsuzluğunu istəyir. Bəs cümlədə nə deyir? Məsələn, baxırıq. Məsələn, tarixdən
baxırıq cümlədə məsələn dövləti mi deyir, məsələn Səfəvi dövləti yoxsa Səfəvilər mi deyir, məsələn Ağqoyunlu dövləti yoxsa Ağqoyunlular mı deyir, yaxud məsələn tutaq ki, baxırıq məsələn tutaq ki, orada hadisələr məsələn hansısa bir şəxs olaraq məsələn tutaq ki, doğrudan da eyni adama aid ola bilər, amma həmin şəxsin şahlıq dövrünə mi aiddir, yoxsa xanlıq dövrünə mi aiddir, yoxsa bəylik, yoxsa məsələn Şah İsmailin şahlıq dövrü var, şeyxlik dövrü var və yaxud Həsən Padşahın məsələn Ağqoyunlu Həsən Padşahın Uzun Həsən kimi bəylik dövrü var. Bir də Həsən Padşah Bayandur kimi məsələn də 1468-ə 78-ə qədər bunun padşahlıq dövrü var. Məqsədim sizə tarixi təkrarlatmaq deyil, yaxud coğrafiyanı təkrarlatmaq deyil. Məqsədim sizə yəni sualları yazarkən ən önəmli kritik məqamlar nədir, onlara diqqət yetirməyinizi tövsiyə eləməkdir. Coğrafiyada məsələn tutaq ki, ən çox diqqət olunması məqamlar nədir? Cədvəllərdir. Artıq cədvəllər bir neçə cədvəl düşüb. Diqqət eləməliyik cədvəllərə. Cədvəllərdə əslində məsələn tutaq ki, xüsusilə açıq suallarda biraz nisbətən çətindir. Amma hansı ki cədvəl qapalı sual formasında salınıbsa, orada biz belə deyək də çıxarma ilə cavabı müəyyən qədər tapa bilirik. Hesablamalarda maksimum dərəcədə çalışın, coğrafiya hesablamalarında dəqiq olun. Əgər situasiyada hesablayıb yazın deyirsə, mütləq şəkildə situasiyada o hesablamanı göstərin. Yəni qaralamada həll edeyim, cavabı birbaşa ora köçürüm, yəni belə ən sonda gəldim cavabı köçürüm. Bu sizin situasiyada balınızın kəsilməsinə səbəb ola bilər. Çalışın səliqəli şəkildə həllin də müəyyən belə deyək əsas hissələrini ora köçürün ki, bunu sabah yoxlayacaq marker müəllim, baxsın ki, siz orada həll eləmisiniz və ona uyğun tam balı əgər mümkünsə verirsiniz sizə. Sonra baxırıq kodlaşdırmaya. Məsələn, kodlaşdırmanı çalışın axıra saxlamayın. Demirəm elə yazan kimi kodlaşdırın. Çalışın yazdıqca, məsələn, tutaq ki, bir 20-30 sual yazdıqca ayrı vaxt ayırıb kodlaşdırma gedəsiniz. Bu zaman sürüşdürmə ehtimalı da az olur. Çünki bir dəfəyə məsələn tutaq ki, kodlaşdırmaya başlayanda bir dəfə sürüşdürülsə hara qədər gedirsə getsin. Amma düşünürəm ki, artıq açıq suallar var deyə məsələn tutaq ki, o qədər də sürüşdürmə ola bilməz. Düzdür. Yəni bir fəndə sürüşdürmə eləyə bilərsiniz. Bütün fənlərdə sürüşdürmə eləməsi imkanı biraz azdır. Yaxşı, bəs orada başqa məsələn tutaq ki, nə etmək olar? Çalışıb məsələn tutaq ki, birinci yaza biləcəyimiz sualların hamısını yazmaq lazımdır bütün fənlər üzrə. Yəni bir fənnin üzərində dayanıb qalmaq lazım deyil. Məsələn tutaq ki, tarix fənnini yazdıq. Tarix fənnindən gördük ki, məsələn tutaq ki, 25 dənə sualı yazdıq. Keçirik məsələn tutaq ki, coğrafiya, yaxud keçirik riyaziyyata. Məsələn riyaziyyatda da məsələn tutaq ki, bir 20-sini yazdıq, 25-ini yazdıq. İkinci qruplardan söhbət gedir. Məsələn keçirik coğrafiyaya, baxır ki, coğrafiyada məsələn tutaq ki, nə qədərsə yazdıq. Hə burada məsələn tutaq ki, tarixdən 5 dənə sual qalıb. O 5 dənə sual, məsələn, riyaziyyatdan 7 dənə sual, coğrafiyadan 6 dənə suala sonda bir daha qayıtmaq olar. Bir də şagirdlər ən çox elədiyi səhvlərdən, yəni strateji, taktiki səhvlərdən biri də odur ki, situasiyaya yaxın durmurlar. Məsələn, adətən biz, məsələn, belə deyək də, suallarda nə görürük, statistikada? Görürük ki, situasiya suallarını, məsələn, 40%, 50% şagird heç yaxın düşmür. Məsələn, tutaq ki, markerləri yoxlayan zaman görür ki, məsələn, tutaq ki, ikinci qrupdan 24 min məsələn, şagird gəlib imtahana və 24 min şagirddən cəmisi 6 min bu sualı cavabı, situasiya sualını cavabı. Yəni, qapalı suallarda hamı bildi, bilmədi, onsuz da bir şəkildə birini qaralır. Və yaxud açıq suallardan məsələn 1-3-5 cavab götürür, 1-2-5 yazır. Amma situasiyada heç nə yazmır. Bəs o yazmayanların hamısını heç nə bilmir, mən düşünmürəm. Düşünürəm ki, buradakı məqam başqa məqamdır. Oradakı məqam nədir? Bəs orada şagirdlər situasiyaya çox az vaxt ayırırlar. Yəni, situasiyanı oxumalıdır, lazım gəlsə 2 dəfə oxumalıdır, hətta lazım gəlsə 3 dəfə oxumalıdır ki, ondan başa düşsün. Çünki əgər məsələn riyaziyyatdan söhbət gedirsə, ikinci qrupda bu 27 bal deməkdir. 3 suala görə 27 bal. Yəni o 27 balın 20-sini təxminən götürmək olar. Aşağı yuxarı hər bir sualdan ən pis halda 3də 1 götürsən, bu gəlib neçə bal edir? Ən aşağısı 10-15 bal edir. Hansı ki, sən onu gərək qapalı suallardan 3 dənə, 4 dənə yazasan ki, o sual sənə həmin balı versin. Situasiyanı oxuyuruq, başa düşürük, əmin oluruq ki, nə istəyir. Sonra başlayırıq sualları tapmağa. Məsələn, tarixdən situasiyanın nə düşəcəyi ilə bağlı dəqiq bir belə deyək də nəsə bir deyə bilmirəm. Düşə bilər, hər yerdən düşə bilər. Yəni heç kim deyə bilməz ki, mən bunu bilirəm və yaxud siz deyə bilmirsiniz. Amma coğrafiyadan situasiyanın müəyyən qədər hesablama və hesablama ilə harasa gəlib çıxma və orada məsələn tutaq ki, olan ölkənin xüsusiyyətləri və yaxud orada olan təbii olan xüsusiyyətləri, yaxud orada olan torpaq tipləri, kənd təsərrüfatı inkişafı yolları bu kimi şeylər ola bilər və burada daha çox çalışılır ki, kompleks biliklər yoxlansın. Yəni koordinatlar üzrə və yaxud saat qurşaqları üzrə və yaxud günəşin düşmə bucağı üzrə verilə bilir ki, məsələn tutaq ki, şagirdin bu tipli məsələləri həll edib eləyə bilməməsi yoxlanılır. Digər tərəfdən isə məsələn tutaq ki, okeanı keçir, gedib hansısa bir materikə çatır.
Təbii ki, burada ancaq onu fikirləşib tapa bilirlər. Yaxşı olar ki, məsələn, coğrafiyada siz çalışarsınız ki, məsələn, bu tipli suallar düşərsə, yəni əgər düşünmürəm ki, sabahları imtahanda məsələn ki, bir Azərbaycan, bir dünya xəritəsi olmasın. Mütləq ki, coğrafiya suallarında bu olur. Baxırsınız o suallara təxminən məsələn ki, belə deyək, xəritə 32-ci sualdadır, amma sizdən situasiyada məsələn ki, belə deyək də 57-ci, 58-ci sualda nəyisə soruşur. Həmin o 32-ci sualda olan xəritəni, dünya xəritəsini bir şəkildə istifadə eləmək olar. Yəni qayıdıb ora baxıb təxminən tapmaq olar. Düşünürəm ki, burada da ən aşağısı sizin orta və yüksək səviyyədə bilikləriniz olmalıdır ki, onu belə deyək də anlayıb dərhal tətbiq edə bilərsiniz. Üçüncü qruplar haqqında isə konkret onu demək istəyirəm ki, üçüncü qruplar bir şəkildə daha çox belə deyək, istəyir tarix, istəyir ədəbiyyat, istəyir belə deyək də Azərbaycan dili olsun. Bunlar biraz artıq hesablamadan biraz uzaq fənlərdir və daha çox əslində elə daha çox diqqət və daha çox söz analizi, cümləni oxumaq, onu başa düşmək məhz bu qrupda tələb olunur. Ona görə də çalışın, hər bir sualın haqqını verin. Əvvəl başlarda dedim, bizim bəzi şagirdlərimiz var ki, çox tez yazırlar və yekunda sınaqda biz baxırıq ki, onlar asan sualları səhv yazırlar. Və mən onlara deyəndə ki, sizin hər bir suala aşağısı 1 dəqiqə yarım vaxtınız düşür və siz əgər bu sualı 15-20 saniyə yazmışsa, deməli bu sualın haqqına girmişsiniz. Yəni burada əslində biraz məcazi mənada olmuş olur, amma həqiqətdə realda elədir. Yəni çünki biz bir sualı ən aşağısı oxumalıyıq, onu anlamalıyıq, cavabları baxmalıyıq ki, necə belə deyək də tapırıq. Burada yadından çıxmamış onu da deyim, mütləq şəkildə cavablar A bəndi tapılan kimi elə A bəndini tapıb çıxıb getmək lazım deyil. Yəni mən demirəm, imtahan zalları çıxıb gedin, amma yəni məsələn 15-ci sualı oxudum, gördüm ki, burada cavab A bəndidir. A bəndini işarələdim, keçdim 16-cı suala. Bu bəzən elədiyimiz ən böyük səhv olur. Çünki A bəndi doğru cavab kimi görünür bizə. Amma biz əgər keçməsək növbəti suala, B bəndini oxusaq, C bəndini oxusaq, D bəndini oxusaq, gəlib axıra çatanda baxırıq ki, məsələn, Y variantında daha uyğun bir cavab var və bu tərəddüd, bu dilemma deyək də, baxırsan ki, A da düzdür, D də düzdür və sən bir şəkildə başa düşürsən ki, burada nəsə düz getmir. Qayıdırsan başa, o sualı bir də oxuyursan və anlayırsan ki, məsələn, əslində birincidən o sual səhv başa düşmüsən və əslində tapdığın A bəndi də elə səhv imiş. Yəni, burada nə nəticə çıxaraq? Buradan o nəticəni çıxaraq ki, bir sualın həm özünü, həm də variantlarını axıra qədər oxuyun. Verin o vaxtı ona. Yəni, əgər o suala 1 dəqiqə yarım vaxt ayrılırsa ortalama, 2 dəqiqə vaxt düşürsə, 2 dəqiqə yarım vaxt düşürsə, indi fəndən asılıdır bu bir şəkildə və sizə ayrılmış vaxtın siz nə dərəcədə fənlər üzrə bölgüsündən asılıdır, siz özünüz nə cür böləcəksiniz. Məsələn, kodlaşdırmaya nə qədər vaxt ayıracaqsınız, onu biz bilmirik. Hər birinin fərdin özünə məxsus olan bir oxuma sürəti var, anlama sürəti var və yaxud 50 ilə cavab kartını dolduran zaman hansı sürətlə bunu dolduracaq? Elə adam var, məsələn 5 dəqiqəyə doldurur, elə adam var 15 dəqiqəyə doldurur. Buna görə də biz bilmirik sizin ortalama bir suala nə qədər vaxtınız düşəcək. Amma aşağı-yuxarı yəni bir suala müəyyən bir vaxt düşür və o sualın vaxtını siz haqqını belə deyək də verin. Belə, yəni imtahanda mən necə eləyəcəm, nətər eləyəcəm, buna müəyyən qədər aydınlıq gətirdim və növbəti belə deyək videomuz olacaq cavab atmağın yolları.